Salam, bu gün çay süfrənizin bəzəyi olacaq. Hazırlanması çox asan, ürək formasında, üzəri xırçıltılı peçenyelər hazırlayırıq. Bir qaba 2 ədəd yumurta, 1 stəkandan 2 barmaq aşağı şəkər tozu əlavə edib yaxşıca qarışdırırıq. Qeyd edim ki, bu reseptdə istifadə etdiyim stəkanımın ölçüsü 200 ml-dir. Üzərinə 200 qram yumşaq kərə yağı və yaxud da margarin və 2 xörək qaşığı yağsız xama əlavə edib qarışdırmağa davam edirik. Xamanı qatıqla da əvəz etmək olar. İndi isə quru ərzaqların növbəsidir. 3 stəkan yarım unu ələkdən keçiririk. Üzərinə 1 xörək qaşığı qarğıdalı nişastası, yarım çay qaşığı soda və 1 çimdik duzu əlavə edib ələ yapışmayan yumşaq bir xəmir yoğururuq. Xəmiri paketə qoyub soyuducuda 1 saat dincəldirik. Dincəlmiş xəmiri çox nazik olmayacaq şəkildə yayırıq. Xəmirə biraz şəkər tozu səpib və oxlovla üzərindən keçirik ki, şəkər tozu xəmirə yapışsın. İndi isə ürək forması ilə kəsirik. Siz evinizdə olan istənilən forma ilə kəsə bilərsiniz. Artıq qalan xəmir hissələrini də eyni qayda ilə yenidən yayıb təkrar hazırlayırıq. Peçenyeləri əvvəlcədən 180 dərəcəli isidilmiş sobada 20 dəqiqə ərzində bişiririk. Və budur, sobadan çıxan o möhtəşəm ətir artıq bütün evi bürüyüb. Peçenyələrimizin rəngi tam istədiyimiz kimi altı qızarmış, üzəri isə şəkər dənəcikləri ilə parıldayır. Bu ürək formalı peçenyelər həm görünüşü ilə süfrənizə gözəllik qatacaq, həm də dadı ilə hər kəsin sevimlisinə çevriləcək. Yanında 1 stəkan isti çayla dadına doyum olmaz. Əgər bu resept sizin də ürəyinizcə oldusa, videonu bəyənməyi və mənə dəstək olmaq üçün rəy bölməsində öz fikirlərinizi yazmağı unutmayın. Və buna bənzər digər ləzzətli videoları qaçırmamaq üçün isə kanalıma abunə olun və bildirişləri açın. Hazırlayıcı olan hər kəsə indidən nuş olsun. Süfrəniz bərəkətli, ağız dadınız daimi şirin olsun. Növbəti videolarda görüşənədək hələlik.